və Teala Quran-ı Kərimdə Əsr surəsində müraciət edir ki, and olsun əsrə. Əsr, yəni zaman. Bəzi vaxtda əsr axşam üstünə də deyilir. Ümumilikdə əsr, yəni zaman. And olsun zamana. Və qeyd edir bunun dalıcan ki, vəl əsr innəl insana ləfi xusr. Həqiqətən insan ziyandadır. İllellezine amenu ve amilussalihat ve tevasav bil hak ve tevasav bis sabr. Yalnız iman gətirib səbri tövsiyə edənlər, haqqı tövsiyə edənlərdən başqa. Yəni Allah insana bir ömür verib. Bu ömür bir zaman kəsimindədir. 80 ilmi, 100 ilmi, 30 ilmi, 40 ilmi, bunu Allah bilir. Bu, sən dünyaya gələndən bu ömür müddəti başlayır qısalmağa. 1 gün, 2 gün, 3 gün, 5 gün, yavaş-yavaş qısalır. Bu aradan gedir. Əgər bunu faydalı istifadə elədin, onda nədir? İllellezine amenu və amilussalihat. Yəni, sənin ömrün hədər getməyəcək. Yox, əgər faydasız başladın ondan istifadə eləməyə, ömrün hədər gedəcək. Görürsən, kompüterə, telefona, internet yüklürsən, düzdür mü? Lazım olanda işlədirsən, lazım olanda saxlayırsan. Bir də gördük ki, şeytan beynivə girir, qabaqma bir dənə qəşək kino çıxartdı, başladı səni azdırmağa. Vaxtın da gedir, gigabaytın da gedir. Bir də görürsən ki, bir aya çatan gigabayt 2 günə qutardı. O ömür də belədir. Əgər ömrümüzü hədər şeylərə, ömrümüzü keçici şeylərə həsr eləyirsə ziyanda yox. O ziyan bizi məhv eləyəcək. Amma yox, əgər onu faydalı şeylərə istifadə eləsək, bugün kompüter əsridir, internet əsridir, YouTube, Wi-Fi, nə bilim, bunların əsridir. Əgər bunlardan biz faydalı istifadə eləsək, görəcək həm maddi dünyamızı bərqərar eləmiş oluruq, həm mənəvi dünyamızı. Yox, əgər özümüzü həsr eləsək, WhatsAppda yalandan yazışmağa, TikTokda gic-gic şeylərin izlənməsinə filanla görəcək ki, ömrümüz də boşa getdi. İndi baxın, bu sosial şəbəkələr çıxan müddət nə vaxtdır? 5 il, 10 il olar da uzağı. Bu 10 ildə kim ondan istifadə edib müsbət mənada? Baxırıq ki, heç kim. Elə ancaq girmişik, belə deyək ki, mənasız şeylər, bayağı verilişlər, bu belə elədi, o elədi, insan psixologiyasını korlayan əməllərə diqqət eləmişik. Ona görə cəmiyyətimiz bu gündədir. Amma insanlar var ki, orada məsələn ticarət şəbəkələri qurublar. Mal alırlar, mal satırlar, onlayn mağazalar var, fəaliyyət göstərir. Onlayn məktəblər var, bugün onlayn universitetlər fəaliyyət göstərir. Adam var, özü oturub Moskvada, Danimarkada fəlsəfə institutunda aspirantur oxuyur, magistratur oxuyur. Bunlar faydalı istifadə edənlərdir. Baxırsan ki, bu 10 ildə bu artıq doktordur. Biz tələbə olanda, ölkəyə qaydanda biz 8 yeşik kitab gətirmişdik. 8 yeşik kitab, ağır-ağır kitablar idi. Amma indi baxırsan ki, bir dənə balaca flash kartda 8000 yeşik kitab yerləşdiriblər. Hansı mövzunu istəyirsən, oradan çıxır sənin üçün. Hansı məsələ ortalığa çıxır, məlumdur. Vurursan, bir dəqiqə cavabını tapırsan. Bu faydalı istifadə eləməkdir. Ya bəzi vaxtlarda görürsən ki, adam yatıb yerinin içindədir, elə yazışır, elə bil ev-otlanır, çap-çap. Axırda da heç satı yox. Nə faydası var, nə işi var, nə gücü var, nə bir şey var. Bu ömrünü zahir edənlərdir. Ona görə də İmam Xümeyni rəhmətullahi aleyh buyurur ki, hər bir elm, təqva sahibi olmaq istəyənlər gərəkdir ki, bu məsələlərdə əxlaqi dəyərlərə diqqət eləsin. Hər bir elm tələbəsinin bir əxlaq ustadı olmalıdır. Yəni ona istiqamət verməlidir ki, bunu eləməlisən, bunu eləməməlisən. Bugünkü durumda da belədir. Quran, Əhl-i Beyt bizim əxlaq ustadımızdır. Övliyalar, böyük alimlər bizim əxlaq ustadımızdır. Onlar tövsiyə edirlər ki, o şeytan əməlləri, o məntiq xüsusiyyətlər ki, sosial mediada mövcuddur, baxmayın onlara, uzaqlaşdırın.
onlar beyinlərə yeridirlər, necə fəsadı adiləşdirmək lazımdır. Bugün məxsusən İslam dünyası elə bir qaranlıq mühitə bürünüb ki, bugün əxlaq böhran vəziyyətindədir. Bugün əxlaqsızlıq pik nöqtəsinə çatır. Bugün inam, etibar aradan gedib. Bugünləri etiqad zədələnib. Bugün elə bir mühit yaradıblar ki, sosial şəbəkələrdə baxıb görürsən ki, artıq əxlaqsızlıq eləyən insan əxlaqsızlığı ilə fəxr edir. Qabaq əxlaqsız adam olanda o utana-utana gəzərdi. Heç kim ona salam verməzdi. Heç kim onunla hansısa bir işi görməzdi. Heç kim onun qapısına getməzdi. Heç kim ona qız verməzdi, qız almazdı, qohumluq eləməzdi. Amma indi bunları nümunəyə çeviriblər. İndi bunlar bütün medianı tutublar. Televiziyanı açırsan bunlar, sosial şəbəkələr açırsan bunlar, hansı yerə müraciət edirsən bunlar. Dünyanı bunu ilə əsir ediblər. Ona bu görə bu günləri bir sürü insanlar zülmün tərəfində durub, zalimin yanında durub məzluma balda çalırlar. Niyə? Çünki bunların psixologiyaları bu cürünə formalaşıb. Bunların düşüncələrini bu cür zəlil ediblər. Bir dəfər çıxardırlar ora, məşhurlaşdırıblar, tanıtdırıblar, hamı bunları tanıyıb, hamı bunlara artıq nümunə kimi baxır, durub efirdə açıq-aşkar etiraf edir ki, mən xəyanət eləmişəm, əcəb eləmişəm. Bax, şeytanın hiləsi budur. Şeytan bunu ilə bizim qəlbimizə girib. Ömrünü ziyana salanlar bunlardılar. Bu insanlar bütün medianı özünə məşğul eləyirlər. Lazımdır ki, biz özümüzü, biz övladlarımızı onlardan qoruya biləyik. Övladımıza o əməllərin çirkin